Yasamal rayonu Dadaş Bünyatzadə 5A ünvanında minik avtomobili bina inşa edilməsi məqsədi ilə qazılmış təxminən 20 metrlik dərəyə düşüb. Həmin ərazinin sakinlər üçün təhlükə olması ilə bağlı bir müddət əvvəl çəkiliş aparmışdıq. Hadisə isə biz çəkiliş aparandan sonra baş verib. Hazırda avtomobilin sahibi ağır vəziyyətdə xəstəxanada müalicə alır. On 15 ildən yuxarı bura belədir. Patron yoxdur, orada görülən patron. Taxta qırılıb da var, torpaq sürüşüb, kişi düşüb bura. Yenə şura mənim əmimdir. Bina tikilməsi üçün bu nömrə qazılmışdı. İndi isə bu ərazi sakinlərin kabusuna çevrilib. Yaşayış binalarına yaxın ərazidə digər binanın tikilməsi üçün qazıntı işləri aparılıb. Lakin binanın tikilməsi Dövlət Şəhər Salma və Arxitektura Komitəsi tərəfindən dayandırılıb. Təxminən 15 il öncə burada bina inşa edilməsi üçün qazıntı işləri aparılmışdı. Lakin sonradan aidiyyəti qurumlar bu ərazidə bina inşa edilməsinə icazə verməsə də dərəyə çevrilmiş bu ərazi 15 ildir ki, elə burada yaşayan sakinlərin təhlükənin mənbəyinə çevrilib. Növbəti qurban isə ötən gün bu avtomobilin sahibi olub. Yenə şuralar ki tək olub, uşaqlarla zadlarla olmayıb. Bunu uşaqlar həyətdə oynayır, adam qorxur, məcbur uşağın yanına ayrılmamalısan. Sakinlər deyir ki, ərazinin doldurulması üçün dəfələrlə tikinti şirkətinin rəhbərliyinə və Yasamal rayon icra hakimiyyətinə müraciət edilib. Müraciətlər heç bir fayda verməyib. Elə bu ərazidə dünən baş verən hadisə də ilk deyil. Niyə icradan gələn yoxdur? Heç yerdən gəlib baxan yoxdur ki, yəni burada belə bir hadisə baş verib. Yalandan dəmirləri vurublar, təhlükəsiz dəmirləri. Görə burada təhlükəsiz dəmirlər. Yəni təhlükəsiz dəmir ən azı 1 metr 20 sm hündürlüyü olmalı, ən azı. Amma burada göz hündürlüyü yoxdur. Yəni çox boşdur. Buraya binanın sakinləri, uşaqları boş-boşuna buraxa bilmirik. Yəni uşaqla məcburən çıxıb valideyn çıxmalıdır ki, uşaq yıxılmasın, düşməsin. Yəni bura düşsə o uşaq oradan salamat çıxan uşaq deyil. Statistika Mənzili İstehlak Kooperativinin direktoru Ziba Manafovun sözlərinə görə gələcəkdə bu ünvanda bina tikintisinin aparılması planlaşdırıldığı üçün ərazinin əvvəlki vəziyyətə qaytarılması hələ ki mümkün olmayıb. Ona sərəncam verilir, bura layihəsi hazırdır. Bakı şəhər icra hakimiyyətindən olan yəni təsdiqlənib, razılaşdırılıb. Bəli, sərəncamla yer ayrılıb. 3 bina da 2007-ci ildə layihəsi hazırlanıb, təsdiqlənib, razılaşdırılıb. O dediyimiz Katlavan baş planda, Bakının baş planında elə Katlavan kimi də oturub. Yəni əlində onun çıxarışı da var. Bəs niyə tikilmir? Bilirsiniz, onun tikinti müddəti var da, o tikinti müddətini ötürülmüş, imkanı olmadı oranı tikməyə. İndi də müraciət edirik Arxitektura Komitəsinə ki, bizə uzadılsın da, o tikintiyə icazə, davam etdirilməsinə icazə verilsin. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə ərazidə tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi tərəfindən araşdırma aparılacaq. Dövlət Şəhər Salma və Arxitektura Komitəsindən isə bildirildi ki, həmin ünvanda yeni binanın tikintisi üçün komitə tərəfindən heç bir icazə sənədi verilməyib. Sözgedən ərazidə tikinti sıxlığı mövcud qanunvericiliklə müəyyən edilmiş yol verilən həddə çatdığından əlavə bina inşası məsələsinə baxılmır. Məsələ ilə bağlı nə Bakı şəhər icra hakimiyyəti, nə də Yasamal rayon icra hakimiyyətindən mövqe öyrənə bilmədik. Rəşad Vəkiloğlu, Nadir Cəllov.